Salam, hər vaxtınız xeyir olsun. Mən Cəfərov Zahar Suldunoğlu, 1992-ci il oktyabr 27-si. Mən 20 gün, 15 gün bundan qabaq ağacımın yanması ilə bir müsahibə vermişəm. E, Bir də həm də doğranması ilə bağlı müsahibə vermişəm, çəkiliş də eləmişəm. Çəkilişim də görünür, hamısı göz qabağındadır. Müsahibə vermişəm, hamısı bilinir, hamısı aydındır göz qabağında olaraq. Mən xahiş edirəm ki, yuxarı orqanlardan Abdullayev bəylər, Ənvaroğlu, mən hədə qorxu gəlir, məni təhqir eləyir, söz təhqir eləyir. E, Səni tutturacağam, saxta bloger kimi, nə bilim nə, mən saxta bloger deyəndə mən bloger deyiləm, adi bir sıravi bir vətəndaşam. Mən xahiş edirəm yuxarı orqanlardan, cənab prezidentimizdən, vitse-prezidentimizdən, hamısından artıq dərəcədə xahiş edirəm. Nə qədər orqanlarımız var, hamısından xahiş edirəm. Mənə təhqir eləyir, şəxsiyyətimi təhqir eləyir, mənə söyür, məni pis-pis sözlərlə təhqir eləyir. Mən hədə qorxu gəlir, səni tutturacağam, sənin qardaşını da ancaq göndərəcəm, qardaşın iş üstünə iş kəsdirəcəm, nə bilim nə. Mənə deyir ki, səni qoymayacağam, az müddətə səni buradan ya ilişdirəcəm, nə bilim nə, qeyri, nə bilim pis sözlərlə təhqir elədiyi üçün mən də xahiş edirəm ki, yuxarı orqanlardan mənim səsimə səs versinlər, ya səsimə səs versinlər, ya da xahiş edirəm orqanlarımızdan mənim hər şeyimi təmin eləsinlər. Mən şəxsən qorxuram, onun imkanı var, pulu var, nə bilim deyir ki, mənim çox yerlərdə mənim dostum, tanışım, yuxarı orqanlardan çox yerdə mənim münasibətim var. Mən vaxtilə kənd icra hakimiyyətində işləmişəm, mən nə bilim nə. Üzr istəyirəm hamıdan. Çox dönə-dönə xahiş edirəm. Məni çox təhqir eləməklə bağlı, məni çox həddindən çox təhqir eləyir. Mən hədə qorxu gəlir, səni tutturacağam, səni belləyəcəm, səni eləyəcəm. Mən qorxuram. Mən xahiş edirəm ki, mənim saç stilimi, mənim qardaşım balaları məktəbdə işləyir, onun oğlu da orada zavxoz işləyir. Mən xahiş edirəm artıq dərəcədə ki, yuxarı orqanlardan mənim buradan həqiqətən mən qorxuram. Mən istəyirəm ki, Azərbaycanı tərk eləyəm, gedəm harasa bir yerdə yaşayam, bir neçə illər, hər şey sakitləşsin eləsin, gəlim. Ya da mən istəyirəm ki, konkret çıxam gedim. Mən özüm getdim, onu başa düşdüm. Mənim qardaşım balaları burada məktəbdə oxuyur. Onun da oğlu. Hal-hazırda Abdullayev Taley Bəyləroğlu da orada bizim Ağacalı kəndində, Cəvər kolxozunda zavxoz işləyir. O da mənim hal-hazırda mənim ağacımı yandırıb. Görünür, görüntülərdən hamısını vermişəm. Faktı ki, o doğrayıbdı həmin ağacımı yerindən, hamısını doğrayıb yaşıllaşdırma. 23 il bundan qabaq baxdım ağacları doğrayıb, pis günə gətiribdi, çıxardıbdı. Mən yuxarı orqanlardan artıq dərəcədə xahiş edirəm ki, mənim işimə baxsınlar. Bu deyir ki, mən yuxarı orqanlarla münasibətim var. Mən Bakıda, Şəkidə, filan yerdə tanışlarım var. Mənim icrada işləmişəm, mənim tanışımdır, yaxınımdır. Artıq dərəcədə xahiş edirəm ki, mən hədə qorxu gəlməyinlə bağlı. Mən qorxuram, çəkinirəm vaxtı ki, özümdən qorxmuram, özümdən çəkinmirəm. Faktı ki, mənim qardaşım balaları var. Ya mən buradan çıxıb getməliyəm, gizli ailə uşağımı yığıb götürüb getməliyəm. Mənim də özüm 2 balam var, qardaşım 3 oğlu var. Yiğit, bu gün əsərə hərbi yedəsdir. Mən qorxuram ki, şəxsən Abdullayev Taley Bəyləroğlu Hacılı kəndinin zavxozudur. Qorxuram mən, şəxsən ondan qorxuram. Çünki eşidirəm orada dedikləri sözlər gəlmə çatır. Belə eləyəcəm. Yəni mən qorxuram ki, mən qardaşım balalarına nəsə bir artıq hərəkət eləsin. Mən artıq orqanlarımıza artıq dərəcədə xahiş edirəm ki, mənim səsimə səs versinlər. Çünki mən bu müsahibəni vermişdim, bunu səsləndirmişdim, vermişdim mətbuata, jurnalist sağ olsun, Allah dəyməsin, balasını saxlasın. Yəni ki, səsləndirdi, verdi efirə. Ondan sonra mənə çox tənqidlər gəldi, təhqirlər gəldi. Səni belləyəcəm, səni eləyəcəm, götür geri, nə bilim nə. Mən də artıq xahiş edirəm ki, yuxarı orqanlardan mənim səsimə səs versinlər. Cənab prezidentimizdən, vitse-prezidentimizdən artıq xahiş edirəm. Dönə xahiş edirəm. Mən adi bir sıravi bir vətəndaş olaraq
Mən xahiş edirəm ki, hər şeyimi təmin eləsinlər. Ya mən təmin eləsinlər, mən qalım burada Azərbaycanda